Salam, mən Fənarə Bəxtiyarova, Qarabağ Universiteti 2-ci kurs psixologiya ixtisası tələbəsiyəm. Mənim həyatdakı əsas motivim özümü uğurlu görməkdir və bunun üçün daim özümü inkişaf etdirməyə çalışıram. Müxtəlif ideyaların, layihələrin üzərində işləməyə çalışıram. Bir gün rəfiqələrimlə müxtəlif ideyaların üzərində işləyirdik və bizim ağlımıza bu ideya gəldi və biz də fikirləşdik ki, biz niyə bunu genişləndirib layihəyə çevirmirik. Layihəmizin adı Eko-Koordinasiya. Layihəmizin tərkibindəki proqramımızın adı isə Trash to Cash-dir. Layihəmiz barəsində sizə məlumat vermək istəyirəm. Layihəmizin əsas məqsəd ondan ibarətdir ki, Azərbaycan Respublikasına Qarabağ Universitetinin tələbələri olaraq töhfə vermək, Azərbaycan Respublikasının digər öndə gedən respublikalardan birə çevirmək, ətraf mühitimizi qorumaq və özümüzü inkişaf etdirməkdir. Layihəmizdə əsas olan amilləri sizə danışım. Biz recycle binləri götürürük və onların üzərinə kar qabları oxuya bilən sensor yerləşdiririk. İnsanlar plastik maddələri bu kar sensor vasitəsilə oxudurlar və plastik tulantıları həmin bu recycle binlərin zibil qutularının içərisinə atırlar. Və bu geri dönüşümə nə qədər töhfə verdiklərini görmək üçün biz proqram yaratmışıq, hansı ki dedim adı Trash to Cash-dir. Bu proqramda insanlar neçə ədəd plastik tulantıları geri dönüşümə verdiklərini görürlər və biz insanları bu amilə, bu işə təşviq etmək məqsədi ilə həmin plastik maddələrə 1, 2 və yaxud da 3 qəpik depozit haqqı qoymuşuq ki, hansı ki əgər digər zibil qablarına plastik maddələri tullasalar, onların qəpikləri boşa gedəcəkdir. Amma recycle binləri bizim recycle binlərimizə tullasalar, onların depozitlərinin müəyyən hissəsi özlərinə qayıdır və ətraf mühitimizə də faydalı insana çevrilirlər. Sağ olun, təşəkkür edirəm.